Dövlət İmtahan Mərkəzinin sədri Məlikə xanım Abbaszadə cəmiyyətimizdə təhsil eksperti kimi tanınan bir sıra təhsil mütəxəssislərini kəskin şəkildə tənqid edib. Məlikə xanımın indi sizlərə həmin çıxışı təqdim edəcəm, ondan sonra isə öz subyektiv fikirlərimi bildirəcəm. Məlikə xanım bilirsiniz ki, 2 gün bundan öncə brifinq keçirdi və brifinqdə jurnalistlərin suallarını cavablandırdı. Orada Məlikə xanım qeyd etdi ki, təhsil sahəsində ekspert kimi tanınan şəxslərin çıxışlarına münasibət bildirərək qeyd etdi ki, sosial şəbəkədə, sosial mediada paylaşım etmək ekspert statusu qazanmaq üçün kifayət deyil. Ekspertlərin hər şeydən əvvəl vicdanı olmalıdır. Mən başa düşə bilmirəm ki, bu insanlara ekspert adını kim verib? Neçə il ali və orta məktəbdə dərs deyiblər? Hansı elmi məqalələri yazıblar? Beynəlxalq konfranslarda çıxış ediblər? Din rəhbəri qeyd edib ki, sosial şəbəkələrdə, xüsusilə Facebook və TikTok kimi platformalarda fikir bildirmək heç də ekspert olmaq anlamına gəlmir. Sosial mediada nəsə yazmaqla insan ekspert olmur. Təhsili nədir? Hansı universiteti bitirib? Nə vaxt bitirib? Mənə sadəcə adını, soyadını deyin, sizə deyim o neçə balla həmin universitetə daxil olub. Onda görək kim necə təhsil eksperti olubdur. Məlikə Abbaszadə belə şəxslərin çox zaman tanınmaq, ictimai imz qazanmaq və maddi maraq əldə etmək üçün bu tip fikirlər səsləndirdiyini bildirib. Bəzi şəxslər sadəcə məşğullaşmaq və bəlkə də biraz daha çox pul qazanmaq üçün bu çıxışları edirlər. Amma ictimai fikir onların vasitəsilə formalaşmır. Din sədri vurğulayıb ki, ictimai rəyin əsasını real təhsil ictimai tərəfindən formalaşdırılır. İctimai fikir deyəndə mən ilk növbədə ali təhsil müəssisələrinin müəllimlərini, orta ixtisas və orta məktəb müəllimlərini nəzərdə tuturam. Onlar real vəziyyəti görür və qiymətləndirirlər. Məlikə Abbaszadə əlavə edib ki, imtahanların nəticələrini şəffaf şəkildə təqdim edirlər və bu nəticələr hər kəs həm abituriyent, həm də valideyn tərəfindən izlənilə bilər, özləri baxa bilərlər. O müəllim ki, əvvəlcədən deyir, bu uşaq yaxşı oxuyur, amma düzgün qiymətləndirilməyib. O sadəcə özünü düz danışan kimi göstərmək istəyir. Əslində isə proses açıq və obyektiv şəkildə aparılır. Deməli, mən sizə Məlikə xanımın çıxışını təqdim etdim. Mən indi istərdim ki, öz subyektiv fikrimi bildirim. Deməli, 6-cı ilə yaxındır ki, ölkənin ən böyük elm və təhsil kanallarından biriyik və ən çox izlənən elm və təhsil kanalıyıq. Çünki statistika bunu göstərir ki, bizim təhsil kanalından daha çox izlənən ikinci təhsil kanalı yoxdur. 200 mindən artıq izləyicimiz var. Mən Tuğay müəllim artıq ikinci magistr təhsilimi tamamlayıram. Birinci təhsilim iqtisadi sosial coğrafiya üzrə idi. İkinci isə Azərbaycan Pedaqoji Universiteti ilə Amerikanın George Washington Universiteti arasında ikili diplom dövlət proqramı əsasında almışam. Təhsilin idarə edilməsi və insan inkişafı üzrə Amerikalı professorlardan təhsil almışam, belə deyim. Amma bütün bunlara baxmayaraq mən fikir bildirəndə, fikir səsləndirəndə ehtiyatla danışıram və məsələnin həssaslığını nəzərə alıram. Çünki təhsil cəmiyyətimizdə elə bir sahədir ki, az qala bütün ailələr, bütün insanlar bu prosesin bir parçasıdır və pamfoslu çıxışlar səsləndirib xalqın, belə deyim,